إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد Aziz kardeşlerim, her birinizi salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aleyküm selam ve rahmetullahi. Allah Subhanahu ve Taala'nın en əzəmətli nemətlərindən də biri qardaşlıq nemətidir. Allah Subhanahu Taala müsəlmanların arasını cəm edərək, dinlə onları birləşdirərək onları qardaş elədi. Və bu ən böyük bağlılıqdır. Müsəlmanları bir-birinə bağlayan ən əzəmətli dindir. Din müsəlmanları bir-birinə bağlayır, onları qardaş eləyir. Və hansı ki Allah Subhanahu Taala buyurur ki Quran-ı Kərimdə وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتِ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللّٰهَ وَرَسُولَهُ أُولَٰئِكَ سَيَرْحَمُهُمُ اللّٰهُ اِنَّ اللّٰهَ عَزِيزٌ حَكِيمٌ. Allah Subhanahu Taala bu ayda buyurur ki mümin kişi və qadınlar bir-birinə dostdular, hayandılar. Onlar yaxşılıqları əmr edərlər, pisliklərdən çəkindirərlər və namaz qılarlar, zəkat verərlər, Allah və Rasuluna itaat eləyərlər. Allah mütləq onlara rəhm eləyəcək. Ona görə əziz qardaşlarım, Allah Subhanahu ve Taala möminlərin arasını birləşdirərək onları qardaş elədi. Və din qardaşlığı nəsəb qardaşlığından, qan qardaşlığından bəzən daha əzəmətli, daha güclü olur. Və çünki din müsəlmanları əmr edir ki, bir-birini sevsinlər, müsəlmanların arası parçalayan məsələlərdə çəkinsinlər. Allah Teala buyurur ki: "Va'tasimu bihablillahi camian və la tafarraqu." Allahın ipinə möhkəm yapışın və parçalanmayın. "Vezkuru ni'metallahi aleykum iz kuntum a'da fa'alafa beyne qulubikum fa'asbahtum bi ni'metihi ikhwana." Allahın sizin üzərinizdə olan nemətlərini xatırlayın. Hansı ki siz bir zamanlar düşmən idiniz. Allah Teala sizin qəlblərinizi yazdı və sizi qardaş etdi. Və kuntum ala şəfə hufrətin minən-nar fa'anqadakum minha. Və siz cəhənnəm odunun qırağındaydınız. Allah Teala sizi oradan çıxartdı. Yəni bu ayəyə fikir versək, görərik ki Allah Subhanahu ve Taala bu ayədə bu ayədə hansı məsələləri yanaşı gətirir? Yəni hansı məsələləri nemət adlandırır? Onlardan ən birincisi möminlərin qəlblərinin yazılması. Allah Teala möminlərin qəlblərini yazaraq onları qardaş etməsini nemət adlandırdı. Allahın deyir nemətini xatırlayın. Və ikinci məsələ, biz odun qırağındaydıq. Cəhənnəm odunun qırağındaydıq. Allah Teala bizi oradan çıxartdı. Bu da ikinci məsələ. Ona görə əziz qardaşlarım, Allah Subhanahu ve Taala din qardaşlığına, mömin qardaşlığa zərər vuran bütün məsələlərdən bizi çəkindirib. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem. Hətta Allah Subhanahu ve Taala fitnə halında belə, fitnə halında möminləri barışdırmağa, islah eləməyə əmr edib. Necə ki Allah Teala buyurur ki: "Və in taifatan minel mu'minin iqtatalu fa'aslihu beynehuma." Əgər iki mömin tayfa biri-birinə döyüşərsə, vuruşarsa, onların arasını islah eləyin. Onların arasını düzəldin. Allah Subhanahu niyə əmr etdi islah eləməyi? Niyə əmr etdi? Çünki fəsad yaranır. Çünki qardaşlıq parçalanır. Fitnə zamanı. Həmçinin qardaşlar, insan istər hansı məkanda yaşayırsa yaşasın, hansı zamanda olursa olsun, hansı millətdən olursa olsun, möminlər, müsəlmanlar qardaşdılar. Və Allah Teala bizə əmr edir ki, qardaşlarınız arasını islah eləyin və qardaşlığı parçalayan bütün məsələlərdən çəkinin. Və indi o məsələlərə toxunacaq Allahın izni ilə. Allah Teala bizə əmr edir ki, həris olun din qardaşlığını qorumağa. Əgər din qardaşlığı qorunarsa, müsəlmanlar cəm olarsa, parçalanmadan, fitnədən, qardaşlığı pozan bütün məsələ çəkinərlərsə, o zaman müsəlmanlar güclü olar. Güclü.
və müsəlmanlar zəifləməz. Ona görə Allah Subhanahu taala qardaşlığı pozan məsələlərdən çəkindirdi ki, çünki o müsəlmanları zəiflədir. Həmin məsələlər müsəlmanları zəiflədir. Məsələn Allah Taala buyurur ki, Peyğəmbər sallallahu buyurur ki: "İzə ahabba ahadukum axahu felyuxbirhu ennehu yuhibbuhu." Sizlərdən biri öz qardaşını sevirsə, qoy ona xəbər versin sevdiyini, bildirsin. Niyə görə? Niyə görə Peyğəmbər sallallahu deyir ki, bildir? Və çünki bildirmək, din qardaşına sevdiyini bildirmək bağlılığı artırır, rabitəni gücləndirir möminlər arasında. Rabitəni gücləndirir, artırır. Ona görə Allah Subhanahu Peyğəmbər buyurdu ki, hətta sevdiyini ona bildir. Həmçinin din qardaşlarını sevmək, müsəlman qardaşı sevmək bu boyda əzəmətli bir əcri var. Əzəmətli bir əcri var. Qudüs hədisdə buyurur ki, Allah Subhanahu taala "Vəcəbət muhabbəti lil mutahabbin." Mənimdir sevgim, məhəbbətim vacib oldu o şəxsə ki, mənim üçün bir-birlərini sevirlər. Mənə görə bir məclisə yığışırlar və mənə görə bir-birlərini ziyarət eləyirlər. Mənə görə bir-birlərinə yardım eləyirlər. Gör, nə boyda əzəmətli savabdır. Niyə verilir bu savab müsəlmanlara? Niyə görə bu savab, bu boyda əzəmətli savab Allahın sevgisinin vacib olması verilir? Çünki müsəlmanlar bir-birlərini sevsinlər. Hətta müsəlmanlar arasında parçalanma olmasın. Hətta onlar bir-birinin arxa çevirməsinlər. Ona görə həmçinin İslam şəriəti bizə vəd eləyib, ən əzəmətli əcri, ən böyük əcri vəd eləyib bizə. Hansıdır? Müsəlmanların arasını islah eləmək. Müsəlmanların arasını islah eləmək. Əgər fəsad varsa. Və hətta Allah Subhanahu taala o fəsad edən insanı şər əhli adlandırır. Şər əhli. Peyğəmbər s.ə.v buyurur ki, xəbər verir hədisdə, müsəlmanların arasını islah eləyən insan gecələr namaz qılan, gündüzlər oruç tutanın misalındadır. Gecələr qiyamda olan və gündüzlər oruç tutanın misalındadır. Ondan daha əzəmətli savab qazanır. Həmçinin Peyğəmbər s.ə.v müsəlmanları parçalayan nə adlandırdı? Dini qırxan. Dedi, mən demirəm ki, saçı qırxan. O insan dinin qırxanlarıdır. Dini qırxırlar. Niyə Peyğəmbər s.ə.v dini qırxan adlandırdı? Çünki müsəlmanları parçalayır. İslam əsas müsəlmanların birliyindən ibarətdir. Müsəlmanlar nə qədər bir olarsa, nə qədər bir-birini sevərlərsə, Peyğəmbər s.ə.v nə deyir, müsəlmanlar nəyə bənzədir? Biri-birinə yaxın dikilmiş binalar kimi. Və deməli, müsəlmanlar arasında fəsad yayan şər insandır. Ən şərli insandır o insan. Peyğəmbər s.ə.v insan nə adlandırdı? Dinin qırxanları adlandırdı. Və həmçinin Peyğəmbər s.ə.v əzəmətli əcri vəd edir. Fikir verin. Peyğəmbər s.ə.v buyurur ki, kim bir müsəlmanın dünya sıxıntısılardan qaldırarsa, Allah onu axirət sıxıntısılardan qaldırar. Kim bir müsəlmanın eybini örtərsə, sirrini örtərsə, Allah qiyamət günü onun bütün sirlərini örtər. Yəni, bu niyə görə vəd verilib bu şeylər hamısı? Müsəlman cəmiyyətinin, mömin cəmiyyətin, möminlərin birliyi üçün, onların parçalanmamaq üçün, hətta sirrini qorumaq, hətta eybini örtmək, hətta danışmamaq. Lakin çox təəssüflər olsun ki, bu günləri WhatsApp, YouTube, bütün sosial şəbəkələr bir məsələ olan kimi sıraz dərhal orada bildirilir. Filan kəs belə etdi, filan kəs elə etdi, Allah akbar. Yəni, bu hədisə əməl olunmur. Peyğəmbər hədisə əməl olunmur. Çünki elə insanlar artıq şərli insanlardır və dinin qırxanlarıdır. Dini qırxanlar, dini fəsad edənlərdir Allah Taala'nın dinini. Ona görə bu boyda əzir vəd olunur ki, qardaşlar, müsəlman cəmiyyətini qorumaq üçün, müsəlmanların birliyi üçün, onları parçalayan bütün məsələləri çəkinmək üçün, hətta müsəlmanlar zəifləməsin. Həmçinin Peyğəmbər s.ə.v buyurur, Əhabbul ibad ilallah Teala ənfəuhum linnəs. Allaha ən sevimli qul, ən sevimli insan kimdir? İnsanlara fayda verən. Bugün baş verən fitnələr insanlara fayda verirmi? Kimsə desin ki, mənə fayda verdi. Bugün baş verən fitnələr, gecə gündüz danışmalar, insanların ətini yemək insanlara fayda verirmi? Kimsə desin ki, mən faydalandım oradan. Bir cüz Quran əzbərlədim və ya filan qaydanı öyrəndim. Mən həc belə getdi, filan şey elə getdi. Soruşsam mən həzlə gedən fərqi nədir bilməzlər.
Soruşsan o insanlar ki mənhəzlə gedən fərqi nədir bilmir heç. Ona görə o şeylər fayda vermir insanlara. Onlar hamısı fitnədən başqa bir şey deyil. Və bugün şikayətlənirik ki, bizim üzərimizə düşmənlər musallat olub. Asiliklər yayılır. Filan günahlar çoxalır. Ramazanda insanlar içki içir. Və sənin halın nədir? Sənin halın nədir? Müsəlmanları parçalayırsan. Müsəlmanlara fəsad edirsən müsəlman cəmiyyətinə. 2 dənə müsəlman savaşırsa gedib islah edirsənmi? Barışdırırsanmı onların? Fitnə olanda fitnəyə yatırdırsanmı? Ən böyük fəsad budur. Ən böyük fəsad müsəlmanların arası dağıtmaq, onları parçalamaq, onları arxa-arxaya çevirməkdir. Hansı ki bugün bizim qardaşlar, bəzi insanlar danışanda qardaş haqları, qardaşlıq haqları deyirlər. Heç kəs ona əməl etmir. Heç kəs ona əməl etmir. Və həmçinin bir dənə tənbih qeyd edeyim. Bir dənə məsələni qeyd edeyim. İnsanların çoxu bəzən adət hal alıb və utandığından qardaşlıq haqlarından bəzilərinə riayət edir. Və bilmək lazımdır ki, qardaşlar, bu ibadətdir. Hətta qardaşlığı qorumaq ibadətdir. Qardaşlıq haqlarını qorumaq, müsəlmanın müsəlman üzərində o haqlarını qorumaq özü ibadətdir. Özü ibadətdir olar. Və sən burada gərək niyyəti düzəldəsən. Gərək niyyətini itirməyəsən, niyyətini belə qoruyasan. Bir müsəlman sevirsənsə, sevdiyi ona bildirirsənsə, bu ibadətdir. Bir müsəlmanın sıxıntısını aradan qaldırırsansa, hər hansı bir vasitə ilə, yolla, o özü ibadətdir. Bir müsəlmanın sirrini örtürsənsə, o özü ibadətdir. Çünki Allah təala sevir, razı qalıb və onlara böyük əcr vəd edib həmin əməllər barədə. Böyük əcr vəd edib. Boş yerə əcr vəd etməyib ki. Nə bu da əzəmətli ibadətdir ki, Allah təala o da əzəmətli əcr vəd edib. Sevgim, məhəbbətim ona vacib oldu. Ona görə mömin bilməlidir ki, bunlar hamısı ibadətdir və Allahın sevdiyi, razı qaldığı məsələlərdir. Ona görə müsəlmanlar arası parçalama, heç vaxtı fəsad törətmə. Ona görə əziz qardaşlarım, bizim dinimiz bizə əmr edir ki, qardaşlığı pozan bütün məsələlərdən çəkinin. Hətta zarafatda belə. Fikir verirsiniz mi? Peyğəmbər sallallahu niyə zarafatı qadağan etdi? Niyə yəni həddindən artıq lağlağa, zarafat etmək, həddi aşmaq zarafatda niyə qadağan olub bizim dinimizdə? Niyə görə? Səbəb. Niyə görə? Çünki qardaşlığı parçalayır. Çünki parçalayır. Həddən artıq zarafat edirsən. Peyğəmbər nədir? Haqlı olduğun halda belə mübahisəni tərk edən insan cənnətin ortasına ev vəd edirəm. Niyə görə mübahisəni tərk eləməyə əmr etdi? Haqlı olduğun halda. Çünki qardaşlığı pozur. Qəlbə kin salır. Nifrət salır. Arxa-arxaya çevirir müsəlmanları. Ona görə də Allah Subhanahu taala bizə bu şeyləri əmr etdi. Qardaşlığı pozan bütün məsələlər çəkinməliyik. Allahdan qorxmaq lazımdır. Və bu Allah Rəsulunun bizə əmrləridir. Və Allahdan diləyirəm ki, Allah Subhanahu taala bizim qəlblərimizi yazsın, bizim aramızı islah eləsin və bizi doğru yola hidayət eləsin. Həcalatan istəyirəm ki, Allah Subhanahu taala müsəlmanları sevməyi, möminləri sevməyi bizə ruzuləndirsin. Həmçə Allah Subhanahu taala istəyirəm ki, Allah taala bizi salihlər məclisi ilə ruzuləndirsin. Salihlərlə bir yerdə oturmaqla ruzuləndirsin bizi. Allah Subhanahu taala bizi peyğəmbərlərlə, sıddıqlarla bir yerdə etsin. Və qardaşımın təbrik edirəm. Bu əqiq münasibəti ilə evladı olması münasibəti ilə təbrik edirəm. Peyğəmbər sallallahu etdiyi dua edirəm. Barakallahu laka fil mawhubi lak və şəkartəl vahibə və bələğə əşuddahu rizqdə birra. Allah Subhanahu taala zahir evlada bərəkət versin, sənin salihlərdən etsin. Aqulu qawli hada, əstəğfirullah li və lakum və lisəl muslimin min kulli ma əstəğfiruh. İnnehu gafurur rahim.